Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola. Salam dəyərli dostlar və mənim mətbəximi daimi izləyənlər, yenə də evinizdə hazırlaya biləcəyiniz asan, tez və ləzzətli reseptləri paylaşmaq üçün sizinləyəm. Bugün də ənəni pozmadan sizə əla menü hazırlamışam. Və birinci yeməyim gecənin yarısında durub soyuducunun qapısını açanlar üçün ləzzətli toz çörəyindən toyuqlu pendirli sendviç. Ardıca bazar gününün keyfini çıxarmaq istəyənlər üçün ikisi bir arada. Sobada həm qarnir, həm də əsas yemək. Bişmiş qarabaşaqla toyuq budu. Və sonda şirniyyatımız yenə də bir bomba, zefirli, şokoladlı tart. Hə, hazırsanız gəlin ekrana yaxın oturun, mən başlayıram. Köməkçim yanımda bütün ərzaqlar önümə düzmüşəm və ilk öncə başlayıram tartın xəmirindən. Tartın xəmiri üçün heç bir şey bişirməyəcəyik, çox sadə bir xəmir hazırlayacağıq. Əlbəttə ki, peçeni bizim köməyimizə gəlir. Belə bir qab götürdüm, bunu qoyuram kənara və bu peçeniləri blenderdan yaxşı keçirdəcəm. Bunları keçirtmək üçün belə bölürük ki, blender bunları rahat-rahat keçirdə bilsin. Burada 440 qram peçenyamız var. Yəni istədiyiniz peçenyadan əslində istifadə edə bilərsiniz. Bu bizim üçün tartın altlığı olacaq. Altlığın birləşdirməyi üçün nə lazımdır? Kərə yağı, bir də ki krem qaymaq. Burada 100 mg krem qaymaq var ki, bunların hamısını birləşdirə bilək. Bunu boşaldırıq qabımıza. Çox düşük alovda. Qazanımızı isitməyə qoyuruq. 120 qram kərə yağımızı da əlavə edirik qaba. Burada yavaş-yavaş ərisin ta ki biz peçeni xırda-xırda toz halına gətirənə qədər. Bacardığınız kimi toz hala gətirin ki, heç bir dənəcik qalmasın. Alınan tozu da qeyd etdiyim kimi belə bir qab götürürəm və bu qaba boşaldırıq. Və eyni proseduru təkrar edirik ta ki bütün peçenyaları toz halına gətirənə qədər. Qeyd etdiyim kimi 440 qram peçenyamız var. Bunları hamısını yaxşıca blenderdan keçirdirik. Tam istədiyim kimi bildiyiniz toz halına gəldi. Peçenyalar, qalıqları da boşaldaq ki, dibdə içinə qalmasın. Köməkçimiz burada dursun. Bu toz peçen tam-tamına yetərli olacaq. İndi bu mayeni bunun içinə boşaldırıq. Və əlcək vasitəsilə yaxşıca bir xəmir yoğururuq. Əlbəttə ki, şokolad da istifadə etdiyimiz üçün bir çimdik duz kifayət eləyəcək. 800 watt gücə malik olan Bosch Ergomix əl blenderi sürüşmək, yumuşaq tutacaq və ergonomik dizayn ilə birlikdə maksimum sürət və rahatlıq təqdim edir. Mükəmməl qarışım üçün nəzərdə tutulan 12 sürət parametri və turbo funksiyası sayəsində ən bərk məhsulları belə rahatlıqla üyüdüb həll etmək onun üçün olduqca asan işdir. Sizə isə mətbəxdə bir nömrəli köməkçinizin işindən və hazırladığınız təamlardan zövq almaq qalır. Bosch blenderlarını elə indi boschhome.com saytına keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı Bosch kimi yaşa. Qeyd etdiyim kimi bu mayeləri ikisində maye ilə quru peçenyanı qarışdırırıq. Bizə yeni qoşulanlar üçün qeyd etmək istəyirəm ki, 440 qram peçenyanı üyütdük, toz halına gətirdik. Aşağı-yuxarı bir 100 mg krem qaymağı və 120 qram kərə yağını çox az ateşdə açdım, yəni biraz əritdim. Tam-tamına belə deyim də ilıq olsun. Və bunu qarışdırdım bunun içinə
Və indi hal-hazırda xəmir yoğururam. Peçenya ilə bir çimdik də duz da əlavə elədim. Çünki şokolad da girəcək işin içinə və çox ləzzətli olacaq. Bu arada belə bir tart qabı hazırlamışam. Biraz yumuşasın, biraz mayı peçenyamıza qarışsın. Gördüyünüz kimi ikisi bir araya gəlib bir bütün olsun. Həm mayı, həm quru qarışım. Qeyd etdiyim kimi əslində çox rahat, asan və tez başa gələn bir şirniyyat hazırlayırıq. Xəmiri qarışdırdım dostlar, burada qalsın. Yəni bir balaca özünü tutsun. Mən də buna qədər boş dayanmayım. Burada şokoladımız var, eyni qabın içində. Qabın altını belə bir balaca qazanın altını açıram. 200 mg krem qaymaq. Bunu əlavə edirəm qabın içinə. İçliyi hazırlamağa başlayaq. Yenə də çox düşük alovda, yəni krem qaymağımız qaynamasın. Çox düşük alovda şokoladı bura əlavə edirəm. Burada 400 qram bitter şokoladı var, yəni acı şokolad var. Bunu da əlavə edirəm və yaxşıca bunu qarışdırırıq ki, qaymağın istisində şokolad əriməyə başlayacaq. Bir balaca şirin eləmək istəsəz, şəkər tozu da əlavə edə bilərsiniz. Amma məncə şokoladın şəkəri, yəni şirinlisi kifayət eləyəcək. Onun üçün bu tam olaraq zövq məsələsidir. Çox düşük alovda qeyd etdiyim kimi. Burada qalsın, yavaş-yavaş dərəcəsi çıxsın, əriməyə başlasın. Mən də artıq burada hazırladığım şişmiş, özünə gəlmiş xəmiri yavaş-yavaş qablaşdıra bilərəm. Belə bir qəlib var. Bunun üçün belə bir altlıq istifadə edirəm ki, daha sonra tartı çarpmaq rahat olsun. Geçən həftədə hatırlayırsınız ki, çox gözəl bir tart hazırlamışdıq. O da kişdi, yəni kişdə tartın bir növüdür bilirsiniz. Ton balıqdan və çox da ləzzətli idi. Sizdən gələn xoş sözlərə görə təşəkkür edirəm. Kim hazırlayıbsa, dadına baxıbsa, əliniz qolunuz var olsun. Əslində bu işi balacalara versəz daha yaxşı olar. Çünki onlar xoşlayırlar. Mən də uşaqlıqda xoşladığım üçün, yəni mənim də övladlarım xoşladığı üçün. Yəni uşaqlar əslində belə şeylərdən, belə xəmirlə oynamağı çox sevirlər. Yəni onlara versəz daha düzgün və daha gözəl qəlib əldə edə bilərsiniz, sizə əmin edirəm. Çox gözəl bir içliyi hazırlayıram. Gördüyünüz kimi xəmiri hər bir tərəfə düzgün bir şəkildə yaydıq. Çox düzgün bir xəmir alındı. Sadəcə olaraq üst tərəfləri biraz şəkilsizdir. Onları da yaxşıca şəkilləndirək, ta ki bizim şokoladımız orada əriyənə qədər. Bilirsiniz ki, bizim mədəniyyətimizdə də var Azərbaycanlıların bir araya gəlib, yəni xüsusən Novruz bayramında, bayramlarda məsələn bir araya gəlib fərqli yeməklər hazırlamaq ki, şəkər bura, qoğal, paxlava bunun bariz nümunəsidir. Mən də uşaq olanda məsələn bizim qardaşlarımız, bacılarımız məsələn birlikdə bir araya gəlirdik. Yəni böyüklərimiz, anamız, nənəmiz, xalamız bir araya gəlib o şəkər buranın içliyini doldurub ondan sonra maşa ilə naqqaşları vurmaq üçün, o naxışları vurmaq üçün maşanı bizə verərdilər. Biz də öz adımızı oraya yazardıq. Əminəm ki, hər kəsin belə bir uşaqlıq anısı var. Onun üçün də siz də övladlarınızı bu şeyi təşviq edin ki, onlar da böyüyəndə belə xoş, gözəl, isti anılar birikdirsinlər. Əla, içliyi hazır. Gördüyünüz kimi çox düzgün və qaymağımız da artıq burada isinir, şokoladımız da isinir. Əla. Qeyd etdiyim kimi dostlar, bunu çox gur alovda eləməyin ki, şokoladınız yanmasın. Sadəcə olaraq baxın, görürsünüz, yavaş-yavaş qarışdıra-qarışdıra şokolad burada əriyir. Bitter şokolad ümumiyyətlə çox şirin şokolad deyil. Qeyd etdiyim kimi, əgər ki siz bir balaca şirini arttırmaq istəyirsinizsə, əlbəttə ki, bir balaca şəkər tozu vura bilərsiniz. Və yaxud da südlü şokoladdan istifadə edə bilərsiniz. İçində fındıqla şokoladdan istifadə edə bilərsiniz. Yəni bu şirniyyat o qədər gözəldir ki, nə ilə desəz gözəldir.
Yəni hər bir kəs, xüsusən də balacalar bunu çox bəyənəcəklər. Çünki ən sonda onlar üçün gözəl bir sürprizimiz var. Qeyd etdiyim kimi başda, yəni üzərinə marshmallow vuracaq. Yəni zefir. Bilirsiniz ki, hər bir uşaq zefir çox xoşlayır və onun üçün əminəm ki, çox bəyənəcəklər. Bu arada şokolad istifadə etdiyiniz zaman sizə tövsiyəm, yəni keyfiyyətli şokolad istifadə edin. Çünki bu tar, yəni ancaq demək olar ki, şokoladdan oluşur. Yəni çoxunluqla şokoladdır. Bunun içliyi çox önəmlidir. Onun üçün keyfiyyətli şokolad istifadə eləyin ki, tartınız gözəl olsun. Dostlar, içliyimiz hazır. Çox vam alovda qeyd etdiyim kimi bunu hazırladıq və indi nə edirik? Bunu tamamını boşaldırıq. Hazırladığımız xəmirin üzərinə. Görürsünüz, yəni tam belə bir krem kimi alınıb. Tamını boşaldırıq. Spatula götürsəm daha rahat olar. Çünki spatula ilə bütün şokoladı içindən sıyıra bilərəm. Şokoladımızı da bura əlavə elədik və spatula vasitəsilə hər bir tərəfə gələcək şəkildə yaxşıca burun yayırıq. Əlbəttə ki, bu qabı sıyırmaq üçün uşaqlara da verə bilərik. Bundan sonra nə edirik? Belə bir hazır zifir alıb və bunun hər bir tərəfinə düzgün bir şəkildə bu cür düzə bilərsiniz. Görürsünüz necə gözəl görsənir. Yəni uşaqdan böyüyədək hər kəs buna əminəm ki, vurulacaq. Çünki çox gözəl bir şirniyyatdır. Yəni 2 paket zifir aldım mən. Əlbəttə ki, paketlər fərqlidir. Əgər ki, siz istifadə edəcəksinizsə, zövqünüzə görə nə qədər istifadə eləmək lazımdırsa özünüz biləcəksiniz. Gördüyünüz kimi bu cür bir gözəllik alındı. Bunu da göndəririk soyuducuya ki, özünü tutsun, ta ki biz digər yeməkləri bişirib qutarana qədər. Şirniyyatımız artıq hazırdır. Soyucuda özünü tutana qədər biz ikinci yeməyi başlayaq. Qeyd etdiyim kimi gecə qalxıb da bu soyuducunun qapısını açıb baxırsa nə var yeməyə. Tam da onlar üçün çox gözəl bir sendviç hazırlayacağım. Sendviç pirog şəklində olacaq, yəni tort şəklində də deyə bilərsiniz. Bunu da qat-qat hazırlayacağım. Bunun üçün də tost çörəyi artıq hazırdır. Belə bir qab götürürəm. Yəni çalışdım ki, dördkünc olsun. Əgər belə bir qabınız yoxsa fərqli bir qabdan da istifadə edə bilərsiniz. Dördkünc ki, tost çörəyin bunun içinə rahatlıqla yerləşə bilsin. Belə bir streçlə içini yaxşıca gördüyünüz kimi düzənlədim. O da niyə görə? Çünki daha sonra bu pirog rahatlıqla çıxa bilsin. Yəni tort sendviçimiz rahatlıqla çıxa bilsin. Tort sendviçi əslində fərqli ərzaqlardan hazırlaya bilərsiniz. Mən toyuqdan hazırlayacağım bugün. İstəsəz viçinadan hazırlaya bilərsiniz, kalbasadan hazırlaya bilərsiniz. Və bu arada tavam artıq ocaqdadır. Tavanın altını açıram və yenə də hər zamanki kimi lifehack. Yəni bunu biz bu şəkildə tavanın dibinə qoyuruq və bitki yağı əlavə edirik ki, pişdiyi zaman bəzən unuduram, amma inanılmaz işə yarayan bir şeydir bu. Yəni tava isinir, yəni nəsə qızardırsınız ha. Heç bir şey sağa sola sıçramır. Çox gözəl bir şeydir, məntiqli bir şeydir. Yəni ocağınız əgər təmiz qalmasını istəyirsinizsə, mütləq bu yöntəmlə istifadə edin. Bu arada fərqli ərzaqları fərqli baharatlarla, ədviyyatlarla ləzzətləndirə bilərsiniz. Mən toyuğa sadəcə olaraq duz, biraz qara istiot, duz çox eləmirəm çünki soya sos istifadə edəcəm ki, biraz toyuğum ləzzətli olsun. Qırmızı toz bibər ki, bir balaca hiss verir, o hissin o dadını versin. Çox az zeytun yağı və bu arada tavanı tam alovu almışam, maksimum dərəcə və bu arada istifadə elədiyim toyuğun hissəsi bud hissəsidir, file hissəsidir budun, yəni sümükdən və dəridən ayrılmış hissəsidir. Bunları yaxşıca çevirdim, tam olaraq qabıma yerləşəcək şəkildə. Tavam da artıq isindi, göndərirəm yavaş-yavaş. Burada toyuq ətimiz qızarsın. Biz artıq tortumuzu, yəni sendviç tortumuzu yavaş-yavaş hazırlayaq. Belə bir tost çörəyi götürdüm, streçi
Qoyum kənara. İşimiz ondan bitdi. Belə bir tost çörəyi götürürəm və kənarları, bu sərt yerlərini kəsirəm. Kəsdikdən sonra da dostlar bunu atmırsınız. Bunlar çox gözəl grenki hazırlayacaq, yəni suxari hazırlayacaq. Qızardılmış, çox gözəl. Sarımsaqlı eləyə bilərsiniz, kərə yağlı eləyə bilərsiniz. Əgər kərə yağından uzaq durursunuzsa, zeytun yağlı çox gözəl qızarmış çörək eləyə bilərsiniz. Baxın bu şəkildə kənarlarını kəsirik. Hər bir çörəyimizin. Bu arada 9 ədəd tost çörəyi götürdüm. Bunun bilirsiniz ki ölçüsü fərqli olur. Yəni burada ölçü ilə satılır. 16 santimlik olur, 20 santimlik olur. Yəni sizə hansı uyğundursa, o tost çörəyindən əlbəttə ki qəlbinizə uyğun olaraq istifadə edə bilərsiniz. Gecə yeməyi dedim dostlar, amma ki gecə yeməyindən ziyadə bunu atışdırmalıq olaraq da istifadə edə bilərsiniz. Yəni bir film izləyirsiniz, bir şey izləyirsiniz və yaxud da səhər yeməyi olaraq da istifadə edə bilərsiniz. Çox sevdiyim sendviçlərdən biridir. Qeyd etdiyim kimi ton balıqdan eləyə bilərsiniz. Kalbasadan eləyə bilərsiniz, saksikadan eləyə bilərsiniz və yaxud da mənim kimi qızardılmış toyuqdan eləyə bilərsiniz. İçinə də fərqli ərzaqlardan önəmli olan nədir dostlar? Yəni içindən yığdığınız ərzaq çox sulu olmasın, yəni suyunu buraxmasın. Çünki biz bunu qoyacağıq, gözləsin. Yəni gördüyünüz kimi ancaq belə ərzaqlardan istifadə edirəm ki, suyunu buraxmasın. Bu çörək qırıntıları burada dursun, bunları daha sonra istifadə edəcəyik. Belə bir xiyar götürdüm, soyacaq götürək və xüsusən də uzun-uzun bunu bu şəkildə doğrayırıq. Görürsünüz, xiyarın xüsusən də elə tərəfini doğradım ki, tum tərəfi düşməsin, yəni sulu olmasın. Və xiyarı bu şəkildə qabımıza düzürük, düzgün. Çalışıram elə eləyim ki, kənarlara qədər gəlsin, əlinizdən düzəldə bilərsiniz. Bu şəkildə kənarlara qədər xiyarlar qabın içinə otursun. Qeyd etdiyim kimi, hər öğündə, günün hər bir hissəsində bunu istifadə edə bilərsiniz. Hətta uşaqlarınız üçün hazırlayıb bunu, yəni məktəbə yemək olaraq da göndərə bilərsiniz. Xiyarın bu hissəsini atmayın, fərqli salatada bunu istifadə edə bilərsiniz. Qeyd etdiyim kimi ortasını doğramıram, çünki ortası gördüyünüz kimi suludur. Tum hissəsi bilirsiniz ki, adətən sulu olur. Onun üçün sadəcə olaraq kənarlarını bu şəkildə düzgün çəkirik. Və yenə də qabımızın dibinə düzgün bir şəkildə bunları düzürük. Gördüyünüz kimi dostlar, xiyarlar artıq qabımızın dibinə düzüldü və sıra gəldi çatdı bu tost çörəyi tam dibə qədər düzgün yerləşdiririk. 3 ədəd tost çörəyi tam-tamına bura sıxışdı. Gördüyünüz kimi. Əla. İndi nə edirik? Bu cür cheddar pendirimiz var. Cheddar pendirini də bura əlavə edirik. İstəsəz 1 dilim, istəsəz 2 dilim. Bu tamamilə sizin zövqünüzə bağlıdır. Mən cheddar pendiri sevdiyim üçün 2 dilim dolduracağım bunun içinə. Bu arada çörəyin burada bir hissəsi də boşluq qalmasın deyə bunu da əlavə edirəm bunun içinə. Və cheddar pendirini də eyni qaydada 2-yə bölüb. Onun üçün dilimlər biraz çoxalacaq. Sıra gəldi çatdı toyuqları ləzzətləndirmək. Belə bir soya sos qoymuşdum. Bunu biraz əlavə edirəm. Biraz qara biber. Əla, toyuqlar burada qızarana qədər biz sendviçimizi düzməyə davam edirik. Bunun üçün də nə edirik? Toyuğu düzəcəyik ha. Belə bir krem pendirli cheddar var. Yəni cheddarlı krem pendir əslində. Yəni plavleni sır deyirlər buna dostlar. Yəni bunu fərqli dükanlardan ala bilərsiniz. Fərq eləmir yəni. İstəsəz cheddar ləzzətli olsun, istəsəz fərqli ləzzətlər də onun şu ləzzətli olanı var. Yəni göbələk ləzzətli olanı var. Yəni bunu da bu şəkildə bura hər bir tərəfinə bir qaşıq əlavə edirəm. Qalan hissəsini üzərinə əlavə edəcəm. Bu burada dursun. Toyuqlarımızı gətirək.
Əla. Görsüz bastıra-bastıra krem pendir də hər tərəfə yayılır. Yəni qaşıqla bunu yaymağa çalışsaz, pendir pendirə yapışacaq, üstünüzə gələcək, yəni qaşıqla birlikdə, amma bu şəkildə gördüyünüz kimi əla. İndi geri qalan krem pendiri də üzərinə əlavə edib və yenə də istisindən əriyib hər bir tərəfinə yayılacaq. Hər bir tərəfinə gələcək şəkildə. Yəni krem pendiri inanılmaz gözəl bir ləzzət qatacaq ona. Gözəlliyə baxın. Ya belə sendviçi kim yeməz? Xüsusən də qeyd etdiyim kimi gecə ayılırsınız, soyuducunun qapısını açırsınız, axtarırsınız nə yeyim. Yəni bu sendviç tam da o seriya sendviçlərindəndir. Əslində qeyd etdiyim kimi ton balıqdan da eləyə bilərsiniz ki, ton balıqdan da çox ləzzətli olur. Kalabasadan eləyə bilərsiniz eyni qaydada, yəni qızartmağa belə ehtiyac yoxdur. Soyuq da eləyə bilərsiniz. Gördüyünüz kimi bir qat daha çörək, bir qat daha cheddar pendiri. Bir xəzinə ateşin var, odun var sənin. Zəfər bayraqlar parlar şəfəqlərində. Cheddar pendirləri düzdür, sıra gəldi çatdı. Bir balaca turşuluq vermək istəyirəm. Yəni turşu xiyar tam yerinə düşər. Qeyd etdiyim kimi dostlar, siz içinə fərqli ərzaqları istifadə edə bilərsiniz. Avokadodan məsələn düzəldə bilərsiniz ki, çox gözəl olacaq. Yəni turşu xiyarları bu şəkildə düzürəm. 2-3 ədəd də turşu xiyar tam olaraq yetərli olacaq. Acılı eləmək istəsəz məsələn, jalapeno pendirindən də, jalapeno biberindən də istifadə edə bilərsiniz ki, jalapeno biberi çox gözəl olur. Çox sevdiyim ərzaqlardan biridir. Yəni o da xüsusi bir ləzzət qata bilər buna. Və sonuncu tost çörəyimizi əlavə edirik. Əla. Bu cür əlinizlə bastırın. Streç filmlə bunu bu şəkildə bağlayırıq və bu gözəlliyi göndəririk soyuducuya, ta ki biz 3-cü yeməyimizi bitirənə qədər. Bütün şeflərin vacib qaydalarından biri həmişə əvvəlcə soyuducunu yoxlayındır. Bu qayda bitmiş və ya korlanmış məhsulları vaxtında təyin etmək üçün tələb olunur. Boş soyuducuları ilə meyvə və tərəvəzləriniz öz faydalı xüsusiyyətlərini 2 dəfə daha uzun müddət qoruyub saxlayacaq. İndi təzə meyvə və ya tərəvəzə ehtiyaclarınız olduğu zaman tərəvətli ingredient əlinizin altında olacaq. Soyuducunun olduqca tutumlu və geniş olması isə sizə daha böyük saxlama sahəsi təqdim edir. Boş soyuducularını elə indi boşhome.com saytına keçərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı boş kimi yaşa. Qeyd etdiyim kimi bu çörəyin qıraqlarıdır. Bundan da çox gözəl kruton hazırlayacaq. Yəni qızardılmış çörək. Bunları da bu şəkildə doğrayırıq ki biz sendviçimizin yanında çox asan, yəni yarpaqlı bir Sezar salatı hazırlayacağıq əslində. Sousu çox rahat, əlinizin altında olan ərzaqlardan bir Sezar salatı hazırlayacağıq. Bunları da bu şəkildə doğrayırıq yaxşıca. Bu arada sobanı açaq. Gətirək aşağı-yuxarı 180 dərəcəyə ki biz çörəkləri doğrayana qədər sobamız burada isinsin. 180 dərəcə sobamız isinənə qədər biz çörəklərimizi doğrayaq. Gördüyünüz kimi bu şəkildə krutonlarımızı doğrayırıq. Həm çörəklərimiz israf olmur, yəni əslində bunları uzun çubuq da şəklində eləyə bilərsiniz. TV izlədiyiniz zaman və yaxud da film izlədiyiniz zaman çırtlaya bilərsiniz. Əla. Bunları doğradıq. İndi nə edirik? Burada sarımsağımız var. Bir diş sarımsağı bu şəkildə əzirik. Sarımsaqları istifadə edəcəyik. Bir diş tamamilə yetərli olacaq. İstəsəz zeytun yağı ilə, istəsəz mənim kimi kərə yağından da istifadə edə bilərsiniz. Çox deyil. Aşağı yuxarı bir 20-30 qram kərə yağı və bunu göndəririk mikrodalğalı sobaya. Aşağı yuxarı bir 20 saniyəlik.
Bizim kərəyağımız orada əriyib, sarımsaq içinə ləzzətini qarışana qədər. Yəni 20 saniyə tam olaraq yetərli olacaq deyə düşünürəm. Bəli. Tam-tamına 20 saniyə. Tam istədiyim kimi oldu. İndi bu gözəlliyi qarışdırırıq çörəyimizə. Sarımsağın qoxusu da gəldi. Bunları da yaxşıca bu şəkildə qarışdırırıq. Əgər istəsəz zeytun yağı ilə də eləyə bilərsiniz. Bu tam-tamına zövq məsələsidir. Mən biraz kərəyağı, ki kərəyağın ləzzətini də sevirəm, zeytun yağının da ləzzətini sevirəm. Amma kərəyağı çörəyi ilə, sarımsaqla qarışanda başqa cür olur. Əla. Belə bir sinə hazırlamışdım. Çörək qırıntıları bura əlavə edirik. Bunlar tez qızaracaq. Onun üçün diqqətli olun dostlar. Aşağı yuxarı bir 6 dəqiqə, 5 dəqiqə 180 dərəcəyə kifayət eləyəcək. Bunu göndərirəm sobaya. Az qala soyuducu deyəcəyim. Səhərdən mən soyuducunu çox istifadə eləmişik. Artıq sobanın vaxtı gəldi, çatdı. 6 dəqiqəlik yetərli olacaq. Tam isinməyib sobam, 6 dəqiqə tam yetərli olacaq. İndi sıra gəldi, çatdı toyuq budlarını marinat eləməyə. Bunun üçün də yenə də sarımsaqdan istifadə edirəm. Toyuq budu nə üçündür soruşsaz, qeyd etdiyim kimi, əgər ki siz də belə deyim də, bazar günü keyfini çıxarmaq istəyirsiniz, 2 yeməyi bir arada çıxartmaq istəyirsiniz, həm qarnir, həm ana yemək. Tam olaraq bu resept sizin üçündür. Sarımsağı bu cür toyuq budlarının üzərinə sıxırıq. Bundan gözəl bir marinat əldə eləyəcək əslində. Və ərzaqları, ədviyyatları yanımıza düzək. Biraz acılı istəyirəm olsun və qarabibər. İlk öncə nə indirik? Duzumuzu biraz bol-bol toyuğa əlavə edirik. Əlbəttə ki, sarımsaq vurduqdan sonra 3 diş sarımsaq kifayət eləyəcək deyə düşünürəm. Əgər ki, bol sarımsaq sevirsinizsə, mənim qədər 3 diş vura bilərsiniz və yaxud da heç sevmirsinizsə, sarımsaqsız da eləyə bilərsiniz, problem deyil. Biraz hiss dadı vermək üçün paprika, yəni qırmızı toz bibərdən istifadə edirik, hissə verilmiş. Biraz qarabibər çox sevdiyim üçün biraz da qarabibər əlavə elədim. Biraz kək yotu və toz qırmızı bibər. Bu toyuğa acılı yaraşacaq. Zeytun yağı 3-4 yemək qaşığı. Və bunu yaxşıca əlinizlə hər yerə gələcək şəkildə bütün ədviyyatların, yağın bu cür oxalayırsınız. 4 ədəd but əti götürdüm toyuğun. Bunları yaxşıca marinatlayıram ilk öncə. Yəni əslində zövqünüzə görə fərqli marinatdan da istifadə edə bilərsiniz. Yəni mən ən sadəsindən istifadə elədim. Duz, istiot, ədviyyatlar, yəni qırmızı toz bibər, qırmızı pul bibər, kək yotu, zeytun yağı. Yəni damat əzməsindən də istifadə edə bilərsiniz. Əlinizin altında fərqli, məsələn, xmeyli süneyli varsa ondan da istifadə edə bilərsiniz. Çox da ləzzətli olacaq. Əla. Toyuq butları marinat elədik, sıra gəldi çatdı. Tərəvəzlərlə qarabaşağa, yəni qarabaşaq qreçkadır hamımızın bildiyi. Bunun üçün də fərqli-fərqli ərzaqlar əslində qreçka ilə çox gözəl yaraşır qreçkaya, yəni qarabaşağa. Burada da Türkiyədə əslində çox nadir tapılan bir şeydir, amma artıq son zamanlarda hər dükkanda demək olar ki, var. Qara buğday deyirlər burada. Bunun üçün də tavanı açıram və belə bir prasa götürdüm, luk parey. Yəni bunu yaxşıca incə-incə doğrayıram. Bir ədəd mənə yetərli olacaq. Yəni soğan, sarımsaq istifadə etməyəcəm. Sarımsaq zaten istifadə elədik toyuqda. Prasanı doğradıq. Tavamız artıq isindi, incə olduğu üçün tez isindi. Biraz bitki yağı əlavə edirəm. Və birbaşa prasamızı yaxşıca qovururam. Qarabaşağı öncədən ıslatmışdım dostlarım. Yəni bu şəkildə göstərmək istəyirəm sizə. Yəni qarabaşaq hardasa burdan idi. Mən bunu ısladandan sonra biraz suda qaldı. Birincisi yudum əlbəttə ki bir neçə dəfə, sonra ıslatdım.
Aşağı yuxarı 1-2 saat suda qaldı, şişdi. Bunu mən qovuraraq əlavə edəcəm. Amma ki, hələ ki burada dursun, öz növbəsini gözləsin. Pomidoru da öncədən doğramışdım. Sulu, bu cür gözəl bir pomidor, bir ədəd böyük pomidor kifayət eləyəcək. Əgər balaca pomidordursa 2-3 dənə də götürə bilərsiniz. Və prasamız orada qovrulana qədər arada çeviririk. Biraz rəngini dəyişdirsin. Göbələk əlavə eləyəcəm yenə də bu bizim yeməyimizə. Göbələyi də bu şəkildə əgər böyüdürsə doğrayırıq. Balacaları 2 yerə doğrasaq kifayət eləyir. Prasamız da artıq qızardı. Daha gözəl ləzzət qatmaq üçün prasaya biraz kərə yağı əlavə edeyim. Biraz kərə yağı əlavə edib çevirək. Əla. Gözəlliyə baxın. Dərhal göbələyi də bitirib göndərirəm prasanın yanına. Bu şəkil. Ki prasa ilə birlikdə burada həm dönsün, həm ləzzətlər bir-birinə qarışsın. Maksimum alovda duz vurmağa unutmayaq. Sadəcə olaraq duz kifayət eləyəcək. Əla. Rənglərə baxın dostlar. Bu rəngin içində qırmızı da gələcək və inanılmaz gözəl bir paritlər alınacaq. Göbələyin xarab olan hissələrini kəsdim. Gördüyünüz kimi qoydum kənara. Sağlam göbələklərimizi 1-2 dəfə də çevirək. Görürsünüz, göbələklər artıq rəngini dəyişdirməyə başladı. O da o deməkdir ki, artıq tamamdır. Yəni göbələk öz qovrulma dərəcəsinə gəldi, çatdı. Pomidor da bura əlavə eləyirik. Yenə də biraz duz. Və bu gözəlliyi qabın bu cür dibinə göndəririk. Gördüyünüz kimi rahat, asan və tez. İndi sıra gəldi çatdı qreçkaya. Qreçkanın biraz suyunu çıxartmaq istəyirəm və bir balaca qovurmaq istəyirəm. Bunun üçün tavaya maksimum alov və qreçkanı da, yəni qarabaşağı da göndəririk birbaşa tavaya. Göy Xəzər sənin eşqinlə səslənir bugün. Belə bir qaşıq götürürəm və çalışıram elə eləyim ki, qarabaşağımızın bütün suyu, çünki ıslatmışdım. Bu arada qarabaşaq o qədər gözəldir ki, o qədər keyfiyyətlidir ki, yəni belə deyim də 2 dəfə, 3 dəfə yudum, bütün tozu getdi. Yəni bir damcı belə içindən daş və yaxud da fərqli bir qeyri-adi bir şey çıxmadı. Çünki bilirsiniz ki, ümumiyyətlə bazen təmizlədiyimiz zaman, yəni daşdır və yaxud da fərqli qeyri-qida maddələri qarabaşağın içindən çıxa bilir. Onun üçün də diqqətli olun. Xüsusən də güvəndiyiniz və içindən fərqli maddələr çıxmadığı firmadan, yəni markadan istifadə edin. Bu arada artıq sobanın da səsi gəldi. Baxa görə bizim bəli, tam istədiyim kimi oldu. Baxın dostlar, tam da istədiyim buydu. Yəni biraz qovrulsun. Yəni bu cür. Əgər sevirsinizsə biraz qovrulmuşun, əlbəttə ki biraz da tuta bilərsiniz. Amma mənim üçün tam da bu görüntü kifayət eləyir. Bunu qoyuram burada. Öz növbəsini gözləsin. Mən də bu arada sobanı bağlamıram. Gətirirəm yenə də 180 dərəcəyə burada isinsin. Çünki bilirsiniz ki, bu yeməyi sobada bişirəcəyik. Hələ ki, ocaqda biraz qreçkanı çevirək ki, buharı çıxsın tam-tamına. Görürsünüz, artıq su buharlandı, çıxdı və yavaş-yavaş artıq tavanın yanlarına yapışır. O da o deməkdir ki, qarabaşaq artıq qovrulmağa başladı. Artıq qoxusu da çıxmağa başladı. Əla. Bu gözəlliyi göndəririk birbaşa qabımıza bu şəkil. Biraz üzərinə duz əlavə edirik. Tavamızı ocağa qoyduq. Yenə də biraz bitki yağı və anladığınız kimi sırada toyuq var. Toyuqları da o yüz biraz möhürləyəcəyik ki, ləzzəti içində qalsın. Daha sonra eyni yeməyin üzərinə qoyacağıq. Bunun üçün də mənə nə lazımdır? Mənə maşa lazımdır ki, toyuğu çevirəcəyik.
Toyuqlarımızı bura göndərdik. Bu arada unutmayaq, qarabaşığın üzərinə toyuqlarımız qovrulana qədər, möhürlənənə qədər biraz kərə yağı əlavə edirəm. Bilirsiniz ki, kərə yağı inanılmaz gözəl ləzzət verəcək bizim qarabaşağa. Bunun üçün də kərə yağı önəmlidir. Hər yeməkdə önəmlidir. Əla. Öz istisi ilə burada yavaş-yavaş ərisin. Toyuqların hər iki yüzdən yaxşıca qızardırıq. Qeyd etdiyim kimi ki, möhürlənsin. Biraz qarabaşağa su əlavə eləyək ki, tam-tamına yaxşı bişsin. Bu qədər yetərli olacaq. Suda çox tutduğum üçün qarabaşaq zaten artıq bir balaca bişib. Suda yumuşalıb yəni. Bu suda tam-tamına bişəcək. Və bu arada toyuqların əla. Tam istədiyim kimi möhürləndi ki, bunlar da toyuqlar da yenə də sobada da bişəcək. Bunun üçün sadəcə olaraq möhürləmək yetərli olur. Bunu da üzərinə əlavə elədik. Biraz açaq ki, həm toyuqlar yaxşı qızarsın sobada, həm də yaxşı pişə bilsin. Taban tamına altını bağladım və bu gözəlliklə bu şəkildə 180 dərəcə isinmiş sobaya göndərirəm. Aşağı yuxarı bir 40 dəqiqəlik. Varlığım, ürəyim, canım, min yaşa odlar diyarı Azərbaycanım. Dostlar, hər bir şeyimiz demək olar ki, hazırdır. Sadəcə olaraq biz hazırladığımız sendviçin yanına gözəl bir salat da hazırlayaq və yavaşdan süfrəmizi düzək. Yadındamı ötən günlər, qəm çoxalır, ömr azalır, üzümüzdə, alnımızda o illərdən izlər qalır. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı, calasan da günü günə. Əziz dostlar, gəldik bugünkü verilişimizin də sonuna və önümdə düzülən ləzzətli görsənən yeməklərin dadımına. İlk bismillah deyirəm, başlayıram. Bu sendviçdən gördüyünüz kimi qat-qat, yəni piroq tərzində, tort tərzində bir sendviç hazırladım və əlbəttə ki, yanında çox gözəl bir salat da düzəltdim. Yəni Sezar salat əslində bilirsiniz ki, çətin düzələn bir salatdır, yəni əsasən sousu. Mən bugün bu sousu çox asan ingrediyentlərlə hazırladım. Biraz xardal, yəni Dijon xardalı, dənə-dənə olan. Biraz mayonez. Mayonezi özünüz hazırlaya bilərsiniz. İçinə biraz sarımsaq əlavə elədim. Dijon xardalı, sarımsaqlı mayonez. Bir balaca parmezan pendiri, yəni bir ovuc. Yəni bu qədər salat üçün əlbəttə ki, mən hazırladım. Və kruton hazırladım, pomidor. Bunları yaxşıca qarışdırdım və ən önəmli məsələ nədir dostlar? Sousa mən fish sos vurdum. Yəni balıq sousu. Bu bütün dükanlarda, böyük marketlərdə satılır. Xüsusən Yapon ərzaqları satılan yerlərdə satılır və çox ləzzətli bir sousdur əslində. Bilirsiniz ki, əsas Sezar sousuna ançouz gedir. Mən bunu ançouzsuz versiyasını hazırladım ki, bu fish sous inanılmaz gözəl bir dad verir. Yəni ançouzun dadını oradan ala bilərsiniz. Bismillah deyək, başlayaq görək bizim çox görsənən, ləzzətli görsənən sendviçimiz necə alındı. Yəni bu cür atışdırmağı mən xoşlayıram. Əminəm ki, çox gözəl alındı. Baxaq görək necə oldu. Dəhşət alındı. Qeyd etdiyim kimi içinə fərqli ərzaqlardan hazırlaya bilərsiniz. Avokadodan, ton balığından, toyuqdan, kalbasadan, yəni fərqli ingrediyentləri istifadə edərək bu cür ləzzətli sendviç, yanında da bu cür ləzzətli qarnir hazırlaya bilərsiniz.
Mən bunu qoyuram bir kənara. Əminəm ki, qreçka sevməyən yoxdur. Yəni bu cür bir qarnir hazırladım. Qreçka və əsas yemək toyuq budur. Baxa görün necə alındı. Əslində vaxtı mən 40 dəqiqə mənim hazırladığım qreçka tam-tamına hazır oldu. Amma ki, əgər ki siz böyük qabda hazırlayacaqsınızsa, yəni qreçkanın əslində nə qədər olduğundan asılıdır. Zaman, toyuq da çox gözəl bişdi. Yəni 40 dəqiqə tam-tamına yetdi. Gördüyünüz kimi toyuq budu da iri idi məndə. Seçdiyim toyuq budları və çox da gözəl oldu. Çox da gözəl bişdi. Xüsusən də dərli hissəsi xırt-xırtlı alındı, əla alındı. Baxa görə dadı necədir. Pırasanın dadı başqa, pomidorun dadı başqa. Ədviyyatlar, xüsusən də toyuğun o bişdikcə suyu bütün qarabaşağa yayıldı və çox ləzzətli oldu. Amma daha da ləzzətli olması üçün əlbəttə ki, buz kimi Coca-Cola yanında olmazsa olmazıdır. Doğmalarımızın ətrafında keçirdiyimiz hər an həyatımıza yepyeni duyğular gətirir. Ailə üzvlərini süfrə arxasına toplayan dəyişilməz dadı isə illərdir Coca-Cola'dır. Coca-Cola məhsul çeşidləri hər zövqü oxşayaraq kiçikdən böyüyədək hər kəsin sevimlisinə çevrilir. Hər zaman süfrələrimizin qonağı olub. Hər kəsin ürəyinə yol tapan bu məşhur dadla siz də özünüzü və yaxınlarınızı sevindirin. Süfrələrinizi Coca-Cola ilə bəzəyin. Çünki əsl möcüzələr Coca-Cola ilə başlayır. Və sıra gəldi çatdı şirniyyatımıza günün sonuncu yeməyinə. Baxa görək, şirniyyatın ən son üzərini yandırdığım gördüyünüz kimi, yəni etməyə də bilərsiniz, amma bu cür daha ləzzətli olur. Bir balaca hissə buradan kəsək, çox gözəl özünü tutub, tam istədiyim kimi əslində şokolad sərtləşib və alt tabanı da çox ləzzətli özünü tutub ki, çıxartmağım da əslində çox rahat oldu. Bunu götürək buradan, belə bir balaca hissə. Baxaq görək dadı necədir. Haydi bismillah. Bunun həqiqətən pis olma şansı yoxdur. Çünki şokolad, kərə yağı, peçenya, marshmallow bir araya gəlib və çox gözəl bir şirniyyat alındı. Bu reseptləri yenə də sizlər üçün hər zaman olduğu kimi sevgimi qataraq mən Rami Şef hazırladım. Ənənəvi olaraq bu və buna bənzər bir çox reseptləri görüb izləmək və öyrənmək istəsəz, o zaman elə buyurun indi YouTube və Instagram səhifəmə keçid edin və əlbəttə hər həftə yeni reseptləri qaçırmaq istəmirsinizsə, səhifələrə abunə olmağı da unutmayın. Tam da bu yerdə sizinlə xudahafizləşirəm. Gələn həftəyə dək uca Allah sizləri qorusun, ruzu bərəkətiniz bol olsun, gününüz ləzzətli olsun. Yadındamı ötən günlər, qəm çoxalır, ömr azalır. Bizimizdə, alnımızda o illərdən izlər qalır. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı calasan da günü günə. Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola.